İşarə gəldi. Hyperscuba topu meydanın mərkəzindən oyuna daxil etdi və maç başlandı. Difai Hyperscuba birinci Cavid İmanverdiyevin 30 golla üst pilələrdə olduğunu deyə bilər. İndi difai fərqləməyə çox yaxın idi. Qapçı əla oynadı burada İlqan Qasımov. Hypersin heyətinə gəlincə isə Hypersda Premier Liga təcrübəsinə malik olan futbolçular var. Ötürmə gəlir və indi müdafiəçi son anda olduqca kritik bir müdaxilə ilə yadda qaldı. Ötürməsi Xəyal Bədirova. Qapıya zərbə olacaqmı? Təkrar zərbə və top qapıdadır. Gol! Difai bu oyunda hesabı açır İlqan Qasımov. Qarşısını həm öz, həm rəqib komandanın futbolçuları alırdı. Top sanki düz üstüne gəlirdi, amma zərbə də qüvvətli bir şəkildə yerinə yetirilmişdi. Və difai komandası bu oyunda hesabı 15-ci dəqiqədə açır. Difaini hesabda bu vacib oyunda önə çıxarır. Qaydan top dərhal vəziyyəti düzgün qiymətləndirir. 3 rəqibin əhatəsində olmasına baxmayaraq Xəyal Bədirov qüvvətli, gözəl, baxımlı bir zərbə ilə topu qapıdan keçirir. Difai 1, Hyperscuba 0. Oyun ortaya qoyur Aksu təmsilçisi və indi Christian Kamta öldürməsi. Qarışıqlıq, qapıya zərbə burada. Çətin vəziyyətdə idi, amma macal tapıb burada. Stadionlarımızda həmişə olduğu kimi 44-cü dəqiqədə qapıya zərbə indirilir İlqan Qasımov. Əla bir seyf Hyperscubanın qapçısından. Gənclərimizə, qazilərimizə Allahdan möhkəm can sağlığı arzulayırıq. Difai niyyətində Qurban Hüseynov qazilərimizdən biridir bugün. Difai komandası topa nəzarət edir. Və bu mənada bugünkü oyun həm də birinci və ikinci liga arasında fərqi bizə göstərəcək. Yeri gəlmişkən qeyd edim ki, sabah 2-ci liqaya yüksəlmək uğrunda play-off oyunu keçiriləcək. Elə bu stadionda, elə eyni vaxtda saat 16:00-da 2-ci liqada 13-cü Xankəndiyə məğlub olmuş Şirvan komandaları üz-üzə gələcəklər və həmin oyunda CBC Sportun canlı efirində yayımlanacaq. Difai hücumda Hypers müdafiə olmaqda çətinlik çəkir. Yalnız indi təhlükəli zonadan topu uzaqlaşdırdılar, amma yenə difai topu özünə qaytarır. Gərgin mübarizə gedir top uğrunda. Difai futbol dəqiq alındı. Seymur Əliyev, Məhəmməd Alfa yerdə qalıb. Qayda pozulmayıb burada. Keçmədi. Hüseyin Novruzov irəliyir. Hüseyin Novruzovun ötürməsi Cavid İmanverdiyev istiqamətində qeyri-dəqiq alındı. Cərmə zərbəsini yerinə yetirəcək. Hakim Müfti səsləndi. Fərid Kərimzadə ötürmə, uzaq küncə və burada qapçı bir qədər inamsız oynayır. Hücum davam edir. Qapıya zərbə olacaqmı? Difainin kapitanı bunu bacarmadı, amma daha sonra dəqiq ötürmədən çox şey asıldı indi. Fit səsləndi. Ötürmə gəlir və burada sahibə Sənaf topu tutur. Fərid Kərimzadə ötürmə, cərmə meydançasına təhlükəli ola bilərdi. İlqan Qasımov sonda topu tuttu. Kamta'ya ötürmə edir. Kamta təhlükəli ola bilər. Kamta irəliyir. Hücum davam edir. Fərid Kərimzadə zərbə, qapçı burada. İlqan Qasımov. Bir daha qapçının qutarışını gəlin izləyə. İlqan Qasımov Fərid Kərimzadənin zərbəsindən sonra topu qaytardı. Əla oynadı burada İlqar Ələkbərov. Ötürməsinə yaxşı aldı. Hüseyin Novruzov qapıya baxır, zərbəsini indirir. Sahib Əsanov yerindədir. Kanta topa yetişə biləcəkmi? Topa toxundu, amma hər halda bu kifayət etdi ki, difainin hücumu davam etsin. Qaydan top. Qapçı İlqan Qasımov ilk cəhddən topu tuta bilmədi, amma ikinci cəhddən bunu bacardı. Sadə bir vəziyyətdə topu itirdi. Risk etmədi, cüt yumruqla topu uzaqlaşdırdı. Qaydan top difainindir, daha bir zərbə. Əla bir gol! Fərid Kərimzadə! Gol! Fərid Kərimzadə sol ayağıyla çox baxımlı, əla bir qola imza attı. Sol 9'luğa topu göndərməklə
hesabı 3-0 edir Divine'in 11 nömrəli futbolçusu. Bir daha baxırıq. Əla bir zərbə İlxan Qasımov burada çarəsiz qaldı. Qapıya baxdı Fərid Kərimzadə və belə bir gözəl zərbə ilə topu tora qovuşdurur. Hakim işarəsi gəlir. Hypers. Qapıya zərbə əllə oyuna işarə edir burada. Hypers Quba komandasının futbolçusu. Top burada elə toxunmuşdu, indi baxılır. Davam işarəsi verildi, ötürmə, Hypers, qapı istiqamətdə zərbə, qapıya zərbə və Quba təmsilçisi buraxılan toplardan birinin əvəzli çıxır. Hypers, İlqar Ələkbərovun qolu ilə buraxılan toplardan birinin əvəzli çıxa bildi. Futbolçu difayədən meydanı tərk etdi. Fərid Kərimzadə və o artıq meydanda yoxdular. Hypers hələ vaxt var. Sona qədər futbol oynamaq lazımdır. İlqar Ələkbərov əla bir qol vurdu. Ramin Məhərrəmov. Və bu da son. Oyunun son fiti Elçin Məsiyev maçı bitirir. Beləliklə difai birinci liqada yerini qoruyur. Hypers Quba komandası isə daha bir il ən azından birinci liqaya vəsiqə